Deməli, əziz müəllimlər, indi mən sizə nəyi danışacağam? Səmərəli fasilitator olmaq üçün müəllim nəyi etməlidir? Bax, deyək ki, sinifimizdə səmərəli bir fasilitator mühiti yaratmaq istəyirik. Burada müəllimin funksiyası, müəllimin vəzifəsi, müəllimin işi nədən ibarətdir, nə etməlidir? 1. Təlim nəticələrini şagirdlərə bildirməliyik. Mütləq şəkildə müəllimlər. Bax, hamınıza tövsiyə edirəm. Girdiniz sinifə, yazın təlim nəticəsini lövhəyə və şagirdlərinizə bildirin. Bu dərsin ən önəmli hissəsidir. Düzdür, mən bax, proyektorla dərs keçirəm. Girdim, anındaca proyektoru yandırıram, təlim nəticəsini ekranda göstərirəm. Uşaqlar, gəlin ilk olaraq təlim nəticəmizə baxaq. Bir uşaqları oxuduram hətta. Nədir təlim nəticəsi? 2-ci sinifdir mənim şagirdlərim. Uşaqlar, təlim nəticəsi nədir deyəndə elə qəşəng durub deyirəm, müəllimə, təlim nəticəsi bizim dərsin sonunda öyrəndiyimiz bilik və bacarıqdır. Əzbərləyiblər onu. İlk öncə bizim işimiz təlim nəticəsini ekranda göstərirəm və onu şagirdlərə bildirirəm. Çünki, əziz müəllimlər, baxın, dedik təlim nəticəsi nədir? Dərsin əvvəlində biz o təlim nəticəsini şagirdlərə bildirməklə dərsin effektliyini artırmış oluruq. Yəni, təlim nəticəsi sonda əldə olunan bilik və bacarıqların nəticələr formasında əvvəlcədən müəyyən etməyimizdir. Yəni, biz təlim nəticəsini şagirdlərə elan etməklə şagirdin öyrənməsini yüksək şəkildə təmin etmiş oluruq. Sanki təlim nəticəsini elan etməsək şagirdlərə, şagird bilməyəcək ki, bugün nə üçün çalışır, bugün nə öyrənəcək. Sanki elə bir şagirdi, tanımadığı bir yolu ötürmüsən, uşaq baxır yusağa, baxır sola, hara gedəcəm, necə gedəcəm, bilmir. Amma biz deyəndə ki, uşaqlar, bu dərsin sonunda, bax, bu bilik bacarığa yiyələnməlisiniz. Şagird o bilik bacarığa yiyələnmək üçün, o məqsədinə çatmaq üçün müxtəlif yollar axtaracaq. Müxtəlif metodlarla gedəcək. Özü üçün strategiyalar cızacaq, özü üçün yollar tapacaq, üsullar tapacaq. Mən buradan necə getsəm, bu məsələni necə etsəm, o hədəfimə daha tez çataram. Deməli, biz öyrənmənin effektliyini onunla təmin etmiş oluruq. Bax, bu birinci fasilitator olmaq üçün müəllimin gördüyü birinci iş. 2. Şagirdlərin maraq və məqsədlərini müəyyən et və tanış ol. Yəni, burada müəllim bildirməlidir ki, müəyyən etməlidir ki, bilməlidir ki, şagirdin nəyə marağı var? Yəni, o necə öyrənmək istəyir? Bunu necə etmək olar? Mən onlarla söhbət aparacağam, sorğu keçirdəcəm, müsahibə götürə bilərəm onlardan. Yəni, məqsədi nədir? Nə olmaq istəyir? Onların marağını nədir? Marağına həvəsi nəyədir? Marağına uyğun olaraq dərslərimi quracağam. Dərsdə elə ən gözəl effektliyi təmin etmək şagirdlərin o marağına uyğun, o öyrənmə tərzlərinə uyğun. Biz indi növbəti dərslərimizdə də keçəcəyik, əziz müəllimlər. Biz müəllim olaraq şagirdlərimizə 4 öyrənmə tərzinə uyğun qurmalıyıq dərslərimizi. Bax, bu 4 öyrənmə tərzi hər yerdə görəcəksiniz. Audial, vizual, kinestetik oxuyub yazaraq öyrənmə tərzləri. Və biz dərslərimizi 4 öyrənmə tərzinə uyğun quracağıq. Şagirdin marağı necədir? Nəyə maraq var? Necə öyrənmək istəyir? Necə öyrənmək istəyir? Audial öyrənmək istəyir? Vizual mı, kinestetik mi? Onu biz müəyyənləşdirəcəyik, əzizlərim. Şagird var, audial öyrənməyi sevir. İstəyir ki, sən mətni, baxırsan ki, sən mətni səsləndirəndə və yaxud nəyisə izah verəndə sən danışır daha yaxşı. Şagird var, deyir, müəllim, mən vizual olaraq video slayd göstərəndə o daha yaxşı. Məcbur deyil ki, elə proyektorun olsun, telefonla, kompüterlə, yəni o evdən özümüz o müəyyən o məktəbdə olmayan resurslarından da əlimizdə olan vəsaitlərdən tədris edib biz şagirdlərimizi o dərsi mənimsədə bilərik. Sonra, üçüncü məqam şagirdlərinizi cəlb edin. Gəlin, baxaq görək. Baxın, müəllimlər, ümumiyyətlə, müasir dövrdə, texnologiyaların inkişaf etdiyi bir dövrdə şagirdləri dərsə cəlb etmək çox çətin olur. Yəni, çox çətindir, həqiqətən. Buna görə də müəllim şagirdlərlə danışaraq, yəni onların necə öyrənmək istədiyinə baxacaq və onların istəyinə uyğun dərslərini qurmalıdır ki, şagirdi dərsə cəlb etsin. İndiki şagirdlər
O qədər rəngarənglik görürlər. O qədər internet resurslarından, müəyyən mənbələrdən maraqlı məlumatlar, maraqlı faktlar görürlər ki, məktəbdə ağ-qara dərslər onlar üçün maraqsız olur. Həqiqətən belədir. Bax, müəllimlər, mən əslində onu öz təcrübəmdən, əsasən, məsələn, bu şeyləri danışanda öz təcrübəmə əsasən gördüklərimi, şahid olduqlarımı da nümunə göstərirəm ki, siz, məsələn, bax, hansı gün ki, mən proyektoru işə salmayım, təsəvvür edin ki, uşaqlar üçün, yəni o dərsə cəlb olunma digər dərslərdən fərqlənir. Sizi inandırım, o proyektoru taxanda, uşaqlar deyirəm, bugün mövzumuzla bağlı sizə bilsəniz nə gətirmişəm deyəndə, uşaqlar bir diqqətlə, bir həvəslə yanaşırlar. Yəni, dərsə cəlb olunmayan qalmır o sinifdə. Bax, ona görə də bu texnologiyaların inkişaf etdiyi bir dövrdə, yəni müəllim böyük peşəkarlıq, böyük bir səriştəli müəllim tələb edir ki, o müəllim şagirdlərini dərsə cəlb edə bilsin. Yəni, lap deyək ki, məsələn, sənin İKT bacarığın yoxdur, deyək ki, məsələn, sənin hansısa bir internet resursun yoxdur da, deyək, məsələn, internetin yox, kompüterin yox və s. Başqa üsullardan, müxtəlif elə bir, məsələn, təlim, interaktiv təlim üsullarından, deyək ki, təlim iş formalarından istifadə edib, əlində olan əyani vəsaitlərdən, resurslardan, məsələn, kimya müəllimidir, deyək ki, hansısa bir evindən vəsait gətirməklə o reaksiyanı sinifində tərtib edib, o şagirdlərin marağını dərsə cəlb edə bilər. Yəni, müxtəlif üsullarla etmək olar. Bu da müəllimdən böyük peşəkarlıq və səriştə tələb edən bir məqamdır. Və dördüncü məqam, danışacağım sizə, sinif otağından kənara çıxın. Bax, bu nə deməkdir, müəllimlər? Bu o deməkdir ki, şagird bugün öyrəndiklərini sabah gələcək həyatda harda lazım olacağını bilməlidir. Bugün boş-boşuna şagird onu öyrənirsə, əşi bu nəyimə lazımdır deyirsə, deməli burada öyrənmə yoxdur. Yəni, şagird bilməlidir ki, bugün mən burada öyrəndiklərim, sabah gələcək həyatda harada istifadə edəcəm? Necə edəcəm? Bu nə idi? Bunun adını nə demişdik? Fənüstü inteqrasiya. Ən ali inteqrasiyadır, transfer inteqrasiyadır. Yəni, şagird öyrəndiklərini harada tətbiq edəcəyini biləndə, onun öyrənməsi məqsəd yönümlü olacaq. Bugün mən sahə perimetr keçirəm. Deyək ki, uşaqlar, biz həyatda nəyin sahəsini ölçə bilərik? Nəyin perimetrini ölçə bilərik? Biri deyəcək, müəllimə hamam otağına kafil vuranda, biri deyəcək, bağın perimetrini, ağac əkəndə perimetrini ölçürük, neyirik? Deməli, şagird bildi ki, bugün bu perimetri öyrənirsə, sabah həyətində bağına ağac əkəndə, o bağda ağacın əkdiyi yerin perimetrini hesablayıb, hər metrə nə qədər ağac gedəcəyini bilməlidir. Deməli, bax bu, ümumiyyətlə, bundan əlavə, biz nəyi, məsələn, tək onu sinifdə o inteqrasiyanı tərtib etməməliyik. Deyək ki, məsələn, tarix müəllimidir. Bugün Əli müəllim tarixdən dərs keçir. Dərsi də tarixi eksponatlardır. Əli müəllim aparacaq, hansısa bir rayonda mı var, yaxud öz, deyək ki, işlədiyi yerin yaxınlığında mı var, nə var? Uşaqlar, bugün sizi tarixi eksponatlarla yaxından tanış olmaq üçün aparacam muzeyə. Aparıb Əli müəllim muzeydə keçəcək o dərsi. Görün, indi o öyrənmə. Biri var ki, sən onlar haqqında danışasan, biri var şagird onu əyani görsün. Biri var əyani görsün. Hansında öyrənmə daha yaxşı olacaq? Biologiya dərsidir, deyək ki, məsələn, Əfşan müəllim biologiya dərsi keçir. Bugün təbiət haqqındadır. Uşaqlar, gedirik təbiətin qoynunda, canlı təbiətin, ağacın gövdəsi, nə bilim, yarpağı, budağı, nəyi, bu canlı təbiət haqqında, bitkilər haqqında gedirik məktəbin bağında, canlı təbiətin qoynunda dərsimizi keçəcəyik. Sinif otağından kənara çıxın. Aparın o. Məsələn, tarixi körpü keçirəm, tarix dərsidir. Tarixi körpü keçirəm. Nə bilim, nə keçirəm. Əgər varsa aparacam tarixi körpünün üstündə onu göstərəcəm. Onun nəyini danışacam, nə edəcəm, şagirdlərə əyani olaraq izah edəcəm onu. Və bu, deməli, əziz müəllimlər, fasilitator müəllimin qurduğu səmərəli bir öyrənmə mühitində öz əksini tapır.